18 il iflic səbəbindən danışa bilməyən qadına süni intellekt sayəsində səsi geri qaytarılıb. Söhbət En Johnsondan gedir. 30 yaşında olarkən insult keçirən qadın danışmaq və hərəkət etməyə qabiliyyətini itirir. 2023-cü ildə isə onun həyatını dəyişən hadisə baş verir. En unikal bir tədqiqatın iştirakçısı olur və alimlər onun beyninə 253 elektroddan ibarət ultranazik tor implantasiya edirlər. Bu elektrodlar nitqlə bağlı siqnalları oxuyur və məlumatları kəllə sümüyünə quraşdırılmış port vasitəsilə birbaşa beyindən kompüterə ötürür. Əməliyyatdan sonraki bir neçə həftə ərzində süni intellekt onun beyin siqnallarını öyrənməyə başlayır. Nəticə inanılmaz idi. 1024 sözdən ibarət lüğət formalaşdırılaraq siqnalların surəti dəqiqədə 80 sözə çatdırılmışdı. Ən möhtəşəmi isə budur ki, alimlər süni intellektin köməyi ilə Enin köhnə videolarını analiz edərək onun orijinal səsini bərpa ediblər. Üstəlik onlar danışıqla sinxronlaşan hərəkətləri olan rəqəmsal avatar da yaradıblar. İllərlə səssiz qalan En artıq texnologiya sayəsində yenidən danışa, işləyə və ən əsası həqiqətən yaşadığını hiss edə bilir.